Instagram ve TikTok hesablarımı takip edip videonu beğenmeyi unutmayın. İfadenin en büyük qiymətini bizdən istəyirlər. Gəlin baxaq bu formadakı olan ifadəyə. Y bərabər A sinus x üstəgəl B kosinus x eyni ifadədir. A-nın yerində 5 dayanıb, B-nin yerində nə dayanıb? Mənfi 12 dayanıb. İndi gəlin yazaq. A 5, B mənfi 12-dir. İfadənin ən böyük qiymətini tapmaq üçün əvvəlcə gəlin y nədir? Qiymətlər oblastıdır. Funksiyanın qiymətlər oblastıdır. Gəlin bunu tapaq. Y bərabərdir. Yazacağım mənfi kök altında 5-in kvadratı üstəgəl mənfi 12-nin kvadratı ya da 12-nin kvadratı heç bir fərqi yoxdur. Bir də müsbət 5-in kvadratı üstəgəl 12-nin kvadratı yazacağım. Eləyəcək. Bunu hesablasaq 13 çıxır buradan kök. Mənfi 13 müsbət 13. Ən böyük qiymət cavab 13 olacaq.